Mən sizə bir şey deyim. Var xırda cinayətkarlar, var böyük cinayətkarlar. O Şəkidə bir hadisə olmuşdu. O vaxtı abaxeys deyirdilər. Bu dükanlarda otururdular. Bu müştəri gəlirdi. Nəsə almaq istəyəndə pulun qalığını qaytarmayanda satıcını götürüb rəsmiləşdirib məsuliyyət alırdılar. Şəkidə birini bu cür məsuliyyətə alıblar ki, sən müştəriyə 10 qəpik qaytarmalıydın, qaytarmamısan. Götürüb ona görə məsuliyyət alıb veriblər məhkəməyə, özünü də həbs eləyiblər. Bunun atası gedib, hakimlə danışıb, öz maşınını aparıb satıb, hakimə 10 min aparıb pul verib ki, indi bu uşağı buraxsın. Hakim məhkəmənin sonunda bu uşağa söz verir ki, dur bala görək nə deyə bilərsən, son sözünü deyin. Deyir, yoldaş hakim, mən nə son söz deyəcəm? 10 min hakimi göstərir, deyir, 10 min alan, 10 qəpik alana hökm çıxardır. İndi yenə deyirəm ki, cinayətdən heç kəs sığortalanmıyor. Heç kəs də mələk deyil. Heç bir prokuror, heç bir hakim, heç bir nazir, heç biri mələk deyil. Yəni, bu, elə adamlar var ki, elə vəzifədə olan adamlar var ki, hər gün cinayət edir. Hər gün qrup halında rüşvət almaqla məşğuldur. Amma görürsünüz, o hansısa bir oğrunun mühakimə edir. Ona görə şübhəli şəxsə də yanaşanda insan kimi yanaşmaq lazımdır. Cinayət eləyib, o cəzasını çəkəcək. Amma sən onun şəxsiyyətini təhqir edə bilməzsən. Sən onu alçalda bilməzsən. Sən ona yuxarıdan aşağı baxa bilməzsən. Bəlkə də o kənarda sənin paqonunu söküb, hansısa məclisdə sənlə onu böyür-böyrə qoyanda, bəlkə də o səndən yaxşı olandır. Bəlkə də o səndən sədaqətli insandır. İndi hansısa bir şəraitdə cinayət eləyib. Bu demək deyil ki, sən ona yuxarıdan aşağı baxmalısan. Bu demək deyil ki, sən ilahi bir insansan. Bu demək deyil ki, sən çox dırnaq arası böyük bir şəxsiyyətsən. Mən sizi tam əmin edirəm. Bu gün, məsəl üçün, hüquq mühafizə orqanlarından pensiya çıxan adamlar var. Heç onları da axtarmırlar, nə itirmirlər. Zamanında vəzifələrinə görə hörmət edən adamlar bu gün məclisdə onları görəndə heç salam vermirlər. Çünki nəyə görə? Artıq o səlahiyyət onlarda yoxdur və onun şəxsiyyəti bir köpüklükdür. Ona görə də şübhəli şəxsə də, təqsirləndirilən şəxsə də daim empati hissinlə yanaşmaq lazımdır ki, bu insandır. Bu cinayət eləyib öz əməlinə görə cavab verəcək. Amma sən buna kənar bir söz deyə bilməzsən. İkincisi, o qədər insanlar var ki, cinayət eləyib, sonradan islah olunub, cəmiyyət üçün elə yararlı şəxsiyyətə çevriliblər ki, insan ömrü boyu səhv eləyə gedirdi. Mənim bir sözüm var, deyirəm, səhvsiz adamlar bilirsiniz haradadır? Hamısı qəbirstanlıqdadır. Gedin, baxın, bu dəqiqə heç birinin səhvi yoxdur. Çünki onlar insan kimi yaşamır, ölüblər artıq. Yalnız ölmüş adam səhvsiz adamdır. Mən buradan çıxım, bəlkə də nahardan sonra hansısa bir səhv eləyəcəm. Siz buradan çıxın, bəlkə də hansısa bir, bəlkə də cinayət eləyəcəyik. Bəlkə də inzibati pozuntuya yol verəcəyik. Yolda gedirsən, maşın, avtomobil idarə eləyirsən. Qarşına, başın telefona qarışar, kimisə vurarsan, həyatdan məhrum eləyərsən. Bəli, sən oldun artıq cinayətkar. Dünənə qədər, məsəl üçün, sənə müəllim deyirlər, xanım deyirlər. İndi bu gün getdin, düşdün barmaqlıq arasına. Bütün taleyin dəyişdi. Bundan heç kəs sığortalanmıyor. Mən də həmişə deyirəm ki, o vəzifədə olan adamlar, mən indi hüquq fakültəsində də dərs deyirəm, öz tələbələrimə də deyirəm. Deyirəm, heç vaxt cinayətkara yuxarıdan aşağı baxmayın. Tale elə gətirər ki, siz də gedər onlarla bir cəza çəkmə müəssisəsində cəza çəkərsiniz. Onda sənə deyər ki, müəllim, filan vaxtı mənim niyə şəxsiyyətimi təhqir edir?